Mərkəzi Bankın açıqladığı son rəqəmlərə görə valyuta mübadilə məntəqələrində dolların satışı alışdan 393 milyon dollar çox olub. Bu, bazarda dollar təklifinin artdığını göstərir. Mövcud vəziyyət nə deməkdir? Bu, iqtisadi sabitliyin əlamətidir. Yoxsa bazarda gizli risklər var? Globalifo danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, əgər satış alışı üstəliyirsə, bu bazarda tələbatın olduğunu göstərir. Ancaq bu göstəricilər hazırki vəziyyəti tam əks etdirmir. Çünki rəqəmlər yalnız rəsmi dövriyyəni əhatə edir. Bildiyiniz kimi, hər bir vətəndaşın valyuta alışına illik məhdudiyyət qoyulub. Məsələn, təxminən 20 min manat ekvivalentində valyuta almaq mümkündür. Bu da dollarla ifadədə təqribən 11 min ABŞ dolları edir. Halbuki elə insanlar var ki, iş fəaliyyəti, biznesi və başqa zəruri ehtiyacları səbəbindən bundan dəfələrlə artıq valyutaya ehtiyac duyurlar. Buna görə də hazırda rəsmi valyuta mübadilə məntəqələrindən kənarda statistikada əks olunmayan dövriyyə formalaşıb. Açıq desək, bu artıq qara bazardır və əsasən WhatsApp tanışlıq əlaqələri qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilir. Həcm kifayət qədər yüksəkdir. Minlərlə, hətta yüz minlərlə dollar dövriyyədə olur. Rəsmi rəqəmlər yalnız görünən hissəni göstərir, qeyri-rəsmi hissə isə fikrimcə bundan dəfələrlə artıqdır. İqtisadçı bildirib ki, hazırda dollara tələbat var, amma bunu manatın kəskin ucuzlaşması kimi qiymətləndirmək doğru olmaz. Bugün manat üzərində ciddi təzyiq müşahidə olunub. Ancaq valyuta satışına tətbiq edilən məhdudiyyətlər istər-istəməz bazarda müəyyən narahatlıq və psixoloji gərginlik yaradır. Bu da tələbatı canlı saxlayır. Başqa tərəfdən makroiqtisadi göstəricilərə baxsaq, ithal və ixrac əməliyyatları arasındakı müsbət saldo, eləcə də ümumi iqtisadi göstəricilər manatın məzənəsi baxımından ciddi risklər formalaşdırır. Amma reallıq odur ki, satışa qoyulan məhdudiyyətlər qeyri-rəsmi bazarın yaranmasına şərait yaradır.